Bugün nə bişirim deyənlərə çox dadlı yemək resepti ilə gəldim. Əvvəlcə iri kartofların qabığını təmizləyib ortadan iki hissəyə böldüm. Daha sonra bıçağın və qaşığın köməyi ilə kartofların orta hissəsini çıxardım. Verdiyim reseptdə ailə üzvlərinizin sayına görə artırıb azalda bilərsiniz. Duru yağ töküb yaxşı qızdırdığım tavada kartofları gördüyünüz formada o üz bu üz qızartdım. Kartofun bişməsinə ehtiyac yoxdur, sadəcə qızarsa kifayətdir. Elə həmin tavaya qıymanı əlavə edib bir qədər qovurandan sonra orta ölçüdə doğradığım soğanları da əlavə etdim. Üzərinə 3 diş qədər sarımsaq sıxaraq qarışdırdım. Doğradığım yaşıl bibəri, pomidoru və bir yemək qaşığı tomat pastası əlavə etdim. Təkrardan qarışdırdım. Üzərinə duzunu, istiotunu səpib qarışdırıb qapağını örtərək bişirdim. Bu qədər artıq içliyimiz hazırdır. Qeyd edim ki, istifadə etdiyim ərzaqların miqdarını və ətraflı məlumatı açıqlamalar bölməsində yazacağam. Kartofları da sobaya qoyacağım qaba yerləşdirib üzərinə duz səpdim və hər birinin içinə içlikdən qoydum. Əlavə bir qabda qaynar suyun içində tomat pastasını həll edərək kartofların üzərinə gəzdirdim. Yağlı kağızı suda isladıb qabın üzərinə qoyub əvvəlcədən qızdırdığım sobada bişirdim. Zövqə görə üzərinə Holland pendiri də rəndələyə bilərsiniz. Mən üzərinə göyərti töküb sosuna əlavə etdim və olduqca ləzzətlidir. Videonu bəyənib rəy yazıb takib etməyi də unutmayın.